Başlayaq. Ee, Elə birinci bu nəzəri hissədən başlayaq. Bir dəqiqə. Ee, Müəllim, siz bir dənə məsələ haqqımızda tanısına da baxarsınız. deməli, burada yoldaşlar, birinci növbədə hidrogen rabitəsi, indi bizim proqramımız üçün əsasən ayrılan molekullar arası götürürük biz bunu. Yenə deyirəm, molekul daxili də yarana bilir. Sadəcə bizim proqram üçün o molekul daxili yaranan hidrogen rabitəsi daha mürəkkəb birləşmələrdə olduğu üçün, mürəkkəb üzvü birləşmələrdə olduğu üçün. Görünmür. Onlara biz çox da toxunmuruq. Onlara biz çox toxunmuruq. İndi öyrəndiyimiz birləşmələrdə, nə bilim, bu spirtlərdir, olsun sudur, nə bilim, amoniakdır və s. Bunlar da molekullar arasıdır. İndi su molekulları arasında əgər hidrogen rabitəsi yaranırsa, bu deməkdir ki, bir su molekulu və başqa bir su molekulu ilə bu molekullar arasında, yəni bu eldəki oksigen digər molekulun hidrogeni ilə molekullar arası bir sanki cazibə qüvvəsi, bir əlaqə. Yəni bunu rabitə əslində demək çox da yaxşı çıxmır buna. Bunu sadəcə biz indi ümumi olaraq adlandırmaq üçün rabitə deyirik. Amma əslində burada elektron istifadə olunmur. Nə bilim, kovalent rabitə kimi, ion rabitə kimi elektron alış-verişi yoxdur. Burada sadəcə belə deyək də, molekullar arası bir cazibə qüvvəsi. Aydın bir qüvvədir yəni bu. Hidrogen rabitəsi. İndi hidrogen rabitəsinin yaranması üçün müəllimlər, bu molekulların bir-birinə yaxın-yaxın yerləşməsi lazımdır. Bu məntiqə gəlmək istəyirəm yəni. Elə bil ki, bunlar molekullar arası dedik burada. Bu molekulların bir-birinə yaxın olması lazımdır ki, o molekullar arasında bu cazibə qüvvəsi qalsın. İndi su molekulunun biri burada olsa təsəvvür edin ki, oksigen buradan bura bu hidrogenlə əlaqə yarada bilərmi yoldaşlar? Çox uzaq olanda yarada bilmir. Aydındır? Ona görə maddə qaz halında olanda o molekullar bir-birlərindən uzaqlaşdığı üçün onların molekullar arasında hidrogen rabitəsi qalmır, qırılır. Aydın müəllimə? Qaz halında molekullar bir-birindən uzaqda olduğu üçün olsun etanolda istənilən maddədir, fərqi yoxdur. Qaz halında olanda, qaz halında hidrogen rabitəsi qırılır. H-flordur ki, onun biraz buxarında belə qalması gözlənilir. O da florin elektron mənfiiliyinə görə. Amma əksər hallarda hidrogen rabitəsi artıq qaz halında demək olar tamamilə yox olur. Çünki molekullar bir-birlərindən uzaqlaşdığı üçün, həmçinin çox xaotik hərəkət etdiyi üçün hidrogen rabitəsi də bu molekuldan başqa molekullar arasında yaranır axı. Ona görə qırılır gedir artıq. Deməli, qaz halında hidrogen rabitəsi olmur. Maye halda bu molekullar bir-birlərinə daha yaxın olur axı. Və plus da ki, o maddələrin maye halda qalmasına səbəb olan şeylərdən elə önəmlilərindən biri də hidrogen rabitəsidir. Məsələn, aldehidlərlə spirtləri müqayisə edəndə spirtlər ilk nümayəndə maye halda da aldehiddə qaz halındadır. Niyə? O aldehid molekullarını bir-birinə bağlayan nə var orada? Hidrogen rabitəsi var. Ona görə maye halda artıq nələr? Məsələn, sudur, peroksiddir, spirtdir, sonra karbon turşusudur, aminlərdir, amin turşulardır. Bunlarda deməli o hidrogen rabitəsinin yaranması daha asan olur. Çünki yenə deyirəm, maye halda olanda molekullar bir-birinə daha yaxın yerləşirlər və hidrogen rabitəsi yaranır molekullar arasında. İndi hidrogen rabitəsi maye halda yarandı. Suyun bərk halından danışanda, bərk halda molekullar belə deyək də daha az hərəkətli olurlar. Soyuyanda, soyuq olanda molekulların hərəkət sürəti aşağı düşür. Bunu bir növ belə düşünün də, fizika hissəsindən danışsaq bunun, yəni kinetik enerji maddələrin, bax bir dəqiqə, onların çox da girməyək əslində enerji söhbətinə. Belə deyək də, müəlliməm, soyuqda mı daha çox hərəkətli olan molekullar, yoxsa istidə mi daha çox hərəkətli olan molekullar? Loğru bir də belə girək. İstidə daha çox hərəkətli olur da, düzdürmü? Soyuyanda, temperatur aşağı düşəndə, soyuq olanda molekulların hərəkət sürəti aşağı düşür, düzdürmü? Molekulların hərəkət sürəti aşağı düşdüyü üçün avtomatik olaraq o molekulların hərəkətliliyi azalır. Hidrogen rabitəsi də axı dedik ki, molekullar arasındadır.
O moleküllər azar etdirildiyi üçün hidrogen rabitəsi daha az qırılır, daha çox yaranır əksinə. Aydındır? Çünki axı moleküllər əvvəl o yana bu yana çevrilirdilər maye halda olanda, qırılır, hidrogen rabitəsi çox yarana bilmirdi. Amma indi artıq biz nizamlı bir quruluş yaranır bərk halda. Ona görə bu moleküllər arasında hidrogen rabitəsi daha stabilləşir, daha çox yaranır. Aydındır? Yəni temperatur azalanda deməli, temperatur azalanda o molekulların hərəkət sürəti azalır. Hərəkət sürəti azaldığı üçün kinetik enerjilər azalır. Az hərəkət edirlər. Az hərəkət edildikləri üçün də yaratdıqları hidrogen rabitəsinin miqdarı, sayı belə deyək də artır. Aydındır? Ona görə temperatur azaldıqca maddə bərk hala keçəndə bərk halda hidrogen rabitəsinin sayı daha da çox olur. Qaz halında deməli olmur, buxar halında olmur. Maye halda nisbətən çox olur. Bərk halda daha da çox olur. Çünki bərkədə yenə deyirəm də, məntiqlə istiqamətdən özü tutmaq olur bu cür, yəni. Qazda yoxdur, mayedə var, bərkdə daha çox. Məntiqlə özü istiqamətdən görünür də bu. Aydındır? İndi burada lövhə məsələləri ilə bağlı bununla bağlı əslində bir video deyəsən harda gördüm. Ama da nə yazmışam anlatılır. Birinci qrupların gəldiyi videosu var idi. Oradaydı. Mesela da bilmərəm mən belə. Mesela onu lövhə suallarını mənə. Benim bir de YouTube sayfasında var. Var orada. Burası mesela burada indi kompüterdə belə şey var ki, tapıb çıxartmaq olmur valla heç nəyi. Deməli, lövhə suallarını yoldaşlar məzmununda siz deyək ki, bir məhlula lövhə saldığınız zaman, məsələn, deyək ki, bu qabda mis SO4 var. Siz bu qaba, məsələn, dəmir lövhə saldığınız zaman bu dəmir lövhə həmin o mis sulfatla reaksiya daxil olur. Dəmir axı misi sıçrayıb çıxarır. Reaksiya olaraq baxsaq, dəmir plus mis SO4, dəmir SO4 plus mis. Deməli, burada dəmir girir, misi sıxışdırıb çıxarır orada. İndi burada dəmir müəyyən qədər aşınır, reaksiya daxil olur. Məsələn, deyək ki, 1 mol dəmir reaksiya daxil oldu. 1 mol dəmirin kütləsi 56 qramdır. 56 qram dəmir reaksiya daxil olanda mis burada deməli çıxır çölə, misi çıxardır, onun yerinə girir. Mis 64 qram ayrılır. 56 qram dəmir girəndə 64 qram mis çölə çıxdığı üçün bax, burada həmin o çıxan mis nə edir? Gəlir həmin o lövhənin üstünə yapışır. Həmin o lövhənin üstünə mis gəlir yapışır. Deməli, bax, bu lövhədən siz nə ediniz? 56 qramı, çıx 56 qramı qopartdınız, gəldi, girdi reaksiyaya. Çıxan misi isə plus 56 qram gəldi, 64 qram. Gəldi o lövhənin üstündə oturdu burada. İndi bu lövhə üçün nə dəyişiklik baş verdi? 56 qramı çıxartdınız, 64 qram qoydunuz yerinə. 56 qoparanda, plus 64 da qoyanda yerinə, arada plus 8 qram artım olur. Bu 8 qram artım nə zaman olur? 56 dəmir girəndə, nə bilim 1 mol mis sulfat, 160 mis sulfat girəndə və ya filan qədər dəmir sulfat, nə qədər edir dəmir sulfatın? 152 mil nə edir də? 152 dəmir sulfat anında. Yəni, metallar arasındakı fərq 8 qram olduğu üçün tənasübün bir tərəfində nəyi soruşurlarsa onu yazırsınız. İndi ola bilər dəmir lövhəni soruşmaz, misi soruşar. Ola bilər neçə qram mis sulfat girib onu soruşar. Yəni 100 cür sual verə bilər də sizə. Ona görə məsələn deyir, neçə qram mis sulfat sərf olunur. Yazıram, 160 mis sulfat sərf olunanda lövhədə fərq 8 olmuşdu. Bəs nə bilim, 10 qram lövhədə fərq olubsa, neçə qram mis sulfat girir. Və ya dəmiri soruşur. 56 qram dəmir girəndə 8 qram fərq olub, x qram dəmir girəndə 10 qram lövhədə fərq olub. Yəni 100 cür burada tənasüb qura bilərik də biz. İndi burada bir şey də var. Bizə lövhəni yox, bəzən məhlulu verirlər. Məhlulu verəndə yoldaşlar, eyni prinsipdə əslində. Əgər lövhədə 8 qram artım olubsa, lövhəyə gələn 8 qram məhluldan gələn şeydir.
O məhluldan gəldiyi üçün məhlul üçün 8 qram azalma olur avtomatik olaraq. Məhlul üçün 8 qram azalma deməkdir. Ona görə məhlulda 160-dan 152-yə düşür, 8 qram məhlulda azalma olur. Yəni, bəzən belə qrafiklər verirlər də ki, məhlulun kütləsi, nə bilim, düşüb 160-dan 152-yə. Bu, məhlul üçün nə deməkdir? 8 qram məhlul üçün azalma deməkdir. Məhlulun kütləsi 8 qram azalırsa, deməli, lövhə üçün 8 qram artım deməkdir bu. Yəni, bunlar bir-birinin belə deyək də, elə bil ki, mənəm məsələn, getmişəm mağazinə, 8 manat verib kitab almışamsa, mənim üçün azalmadırsa, qarşı tərəf üçün 8 manat artım deməkdir. Yəni, o prinsipdə bir tərəf azalırsa, buna gələn buradan gəlir təbii ki. Ona görə bu azalırsa, bu artır və ya lövhədə əgər azalma olursa, lövhədəki azalma hara gedir? Uçan şey deyil, qaçan şey deyil. Bu kütlə dəyişən şey deyil ki, bilirsiniz, qorunmalıdır axı bu. 8 əgər lövhədə azalma olubsa, məhlulda artma olacaq əksinə. Yəni, məğzi sadəcə bu sualların budur. İndi burada lövhə sualları. Qrupa atmışam bir dənə lövhəyə aid. İstəsiz baxarsınız orada. Çətindirsə, Şurada da var idi, müəllim elə altdan özünə də düşmüş. biraz çətin. Mən çətinlərə baxaq. Bu elə möhtəşəm bir mağazadakı çətin lövhə məsələsi. İndi bu dəqiqə. Hə, buna bir dənə özünüz baxın görək. Yəni bunu da desəniz də gəlmişdir. Görə yadınızda qalmış. 400 qram 20% sulfat məhluluna 40 qram dəmir lövhə saldılar. Proses tam yekunlaşdıqdan sonra dəmir lövhəni məhluldan çıxararaq qurudub kənara qoydular. Daha sonra isə qabda qalan məhlula 40 qram maqnezium lövhə saldılar. Proses yekunlaşdıqdan sonra maqnezium lövhə də məhluldan çıxarıldı və qurudlaraq seçildi. Maqnezium lövhənin kütləsini dəmir lövhənin kütləsindən neçə qram çox olar? Hə. Buna baxın görək yoldaşlar. Bunu da belə elədik, müəllim deyəsən, yadımda belə qalıbsa. 40 qram dəmir. Aslında bu biraz herhalde çətindən başladı. Biraz çətindən başladı. Siz veriləndə hansı hadisə ondan işləyirdik də, deyəsən burada dəmir Hə, aldı. işləyin görək, işləyin də məndən, işləyin bir dənə sualı. Baxaq mələklər. Cibcəblərində də faydalansınlar. Deməli, 400 qram 20% sulfat məhluluna 40 qram dəmir lövhə saldılar. Proses tam yekunlaşdıqdan sonra dəmir lövhəni məhluldan çıxararaq qurudub kənara qoyduq deyir. Daha sonra isə qabda qalan məhlula 40 qram maqnezium lövhə saldılar. Proses yekunlaşdıqdan sonra maqnezium lövhədə, yəni həmin o digər lövhədə deməli, məhluldan çıxarıldı və qurudularaq deməli çəkildi. Maqnezium lövhənin kütləsi dəmir lövhəsinin neçə qram çox olar. Deməli, əvvəlcə yoldaşlar, 400 qram 20% sulfat məhluluna deməli 40 qram dəmir lövhə salırıq. Necə?
Kimsə ekranın paylaşımını ləğv elədi. Yenidən paylaşın. Mənim paylaşımım bir dəqiqə. Səbinə Abdullayeva. Bizdə görünür. Ləğv elədi deyəsən. Düzəldi indi. Xeyr, mən Baxın görək. düzəltdim. Hə. Bəli. Deməli, hə, səsli yoldaşlar. Deməli, yoldaşlar, burada mis SO4 plus dəmir reaksiyasını yazırıq. Reaksiyadan dəmir SO4 plus mis alınır. Bu zaman təbii ki, biz baxmalıyıq görək hansı ilə işləməliyik biz bu sualı. İndi burada bir məsələ var. Dəmir lövhəni məhluldan çıxararaq qurudub kənara qoyuruq və daha sonra qabda qalan məhlula maqnezium lövhə əlavə edirik. Baxaq görək burada sualı biz hansı ilə işləməliyik? Mis sulfatın kütləsi yoldaşlar 400 qramın 20%. 80 qram mis sulfat var burada. 80 qram mis sulfat var və bunun emeri də 160-dır. Dəmir 56 qramdır. Üzərinə də yazıram bunun 40 qram. İndi aza görə işləməliyik. Baxanda görünür ki, avtomatik olaraq az olan burada mis sulfatdır. Az olan mis sulfat olduğu üçün sualı mis sulfat üzərindən işləyəcəyik. Dəmir yəni burada artıq qalacaq. Deməli, 160 qram mis sulfat girəndə reaksiyadan deməli 152 qram dəmir sulfat alınır. 80 qram girəndə isə yoldaşlar buradan 76 mı eləyir? 76 qram dəmir sulfat alınar. Daha sonra dəmir lövhənin artımını da hesablayaq bir dənə. Dəmir lövhənin artımı nə qədərdir bəs? Baxın, bu dəmir lövhənin artımından bayaq tanışdıq sizinlə ki, 56 qram dəmir girəndə 64 qram mis ayrılır burada. Yəni, lövhədə artım, rəngini dəyişim qoy bunun. 56 qram girəndə 64 qram ayrılır. Lövhədə artım 8 qramdır. Deməli, onda yazırıq ki, 160 qram, axı dediyim mis sulfata görə işləmək lazımdır sualı. Yəni, hər verilən rəqəmə durub tənasüb qurmaq olmaz. Dəmir burada artıq qaldığı üçün dəmirin 40 qramı ilə sual işləmək olmaz burada qətiyyən. Mis sulfat sərf olunub bitdiyi üçün mis sulfata görə işləyirik. 160 qram mis sulfat reaksiya daxil olduğu zaman lövhənin kütləsi nə qədər artırdı? 8 qram. Amma indi bizim əlimizdə 80 qram mis sulfat var. 80 qram mis sulfat daxil olanda lövhə neçə qram artar? Deməli, 160-a 8, 80-ə də 4 düşür. X bərabər 4. Deməli, lövhəmiz 4 qram artdı. Onda 40 qramlıq dəmir lövhə artaraq 44 qram oldu. Bunu bura yazırıq, qeyd edirik, qalsın bu burada. Gəlirik indi ikinci hissəyə. Qabda qalan məhlula, artıq qabda qalan məhlulda mis sulfat yoxdur. Mis sulfat getdi, qutardı artıq. Dəmirlə getdi, bitdi. Artıq yerdə nə var? Dəmir sulfatın məhlulu var. Buna diqqət eləmək lazımdır. Qabda qalan məhlula, yəni dəmir SO4-ün məhluluna artıq siz maqnezium əlavə edirsiniz. Maqnezium əlavə edirsiniz. Və burada maqnezium SO4 plus dəmir reaksiyası gedir. İndi burada deməli reaksiya zamanı yenə təbii ki yazmalıyıq. 152 qram dəmir sulfata 24 qram maqnezium reaksiya daxil olur. 76-ya bunun üstünə 40 qram maqnezium yazıram. Yenə sualı aza görə işləməliyik. Az olan maqneziumdurmu, dəmir SO4-dürmü? Nisbətcə baxırıq. Görürük ki, az olan dəmir SO4. Səslaf dəmir mikrofonları. Az olan dəmir SO4-dür. Ona görə sualı dəmir SO4-ə görə işləyəcəyik. Maqneziuma görə işləmək olmaz. Maqneziumun 24 qramı, 40-ı silirəm artıq burada. Maqneziumun 24 qramı girəndə 56 qram dəmir çıxır reaksiyadan. Onda burada lövhədə artım 24-56. Fərq eləyir yoldaşlar 32 qram. Yazıram ki, deməli lövhədə artım 32 qramdır. 152 qram dəmir sulfat girəndə lövhədə artım 32 qram olub. Bəs yaxşı, 76 qram dəmir sulfat var axı. Çünki az olan dəmir sulfatı deyə sualı dəmir sulfatın üzərindən işləyirik. Maqneziuma görə işləmək olmaz sualı. Maqnezium axı çox götürülür. 76 qram dəmir sulfat girəndə nə qədər deməli lövhədə artım olar? X bərabər edir 16 qram lövhədə artım olar. Deməli, burada lövhədə artım 16 qram oldu. Onda bu lövhənin kütləsi 40 idi. 16 da artdı. 40 plus 16. 56 qramda bu maqneziumdan olan lövhənin
ümumi kütləsi eləyir. Deməli, bu lövhə elə də 56, bu lövhə elə də 44 qram. Lövhələrin kütləsi bir-birindən neçə qram fərqlənir deyə soruşmuşam sualda. Onların da fərqi 12 qram eləyir yoldaşlar. Danışdıqlarımızla bağlı, baxın görək problem varmı? Yoxdur ki, danışdıqlarımızla bağlı problem. Axır çıxmaz. Mən 16-da sonra bir dənə deyim. Necə? 16-dan sonra bir dənə deyim, otobüsə deyim. Deməli, müəllimə bax, burada hesablamanı dəmir sulfata görə apardıq. Burası aydındır sizə? Aha, ben 152 qram dəmir sulfat girəndə lövhə neçə qram artır? 16 qram artır. 76 qram dəmir sulfat girəndə lövhə neçə qram artar? 16 qram artar. Aydındır? 16. Evet. İndi 40 qram idi magnezyum lövhə. Magnezyum 40 qram idisə lövhəsi 16 qramda artıb neçə qram olar? Bəli, 16. 56 olar. İndi magnezyum lövhə dəmir lövhədən neçə qram çoxdur? Deməli 56 idi, bu da 44 idi. Neçə qram çox olur? 16, 12 gram. Bəli, 12 qram. Bu nisbətən artıq çətin formasıdır. Ay müəllim, Buyurun. o dəmir 40 qram ki verilir. Axı o niyə nəticədə 44 qram olur? Ondan reaksiya girmir həmən dəmirdən. Girir də müəllim, girir artımı 4 qram olur da. Dəmirdən girir, lövhənin kütləsi olur. O, dəmirin kütləsi deyil. Dəmirdən hazırlanmış o lövhənin kütləsidir. Lövhədən, axı bayaq müəllim onu izah edirdim ki, buradan 56 qram çıxıb gedəndə 64 qram gəlir mis oturur bunun üstündə. Onu bildim, ayırırım. Bir də lövhədə olan kütlə, yəni söhbət lövhənin kütləsinə gedir. Lövhədə artıq 56 dəmir gedir, 64 mis gəlir. Onda lövhədə 8 qram artım var. Aydındır? Başa. Aydındır? 8 qram artım olur. İndi məsələn buradakı sualda. Belə suallarda yoldaşlar işləyəndə, yəni sualı biz işləməliyik nəyə görə? Aza görə işləməliyik. Yenə də bayaqki sual, hətta deyərdim ki, onun sadə içindən bir fraqment kimi də, yəni. Mis SO4 plus dəmir, mis sulfatın 160-ına dəmirin 56-sı girən şeydir reaksiyaya və bu zamanda mis alınır, misdə 64 çıxır buradan. Lövhənin kütləsi 8 qram artır. İndi burada 40 qram dəmir lövhə salınır. Dəmir lövhəsi 40 yazanda buna da 400-ün 20% mis sulfatdır. 80 qram mis sulfat var. Buna da 80 yazanda yoldaşlar aza görə işləməliyik dedik bayaq. Az da mis sulfat idi. Yəni mis sulfata görə işləyəcəyik sualı. Qətiyyən dəmirə görə işləmək olmaz. Yazıram 160 qram mis sulfat girəndə lövhə 8 qram artırdı. 80 qram mis sulfat girəndə lövhə nə qədər artar? 4 qram artar. Neçə faiz artar lövhənin kütləsi? 40 qramlıq bir şey 4 qram artırsa 4 40-ın neçə faizidir? 10 faizdir. 4 bölü 40 bölü 100. 10 faiz deməli lövhənin kütləsi artıbmış yoldaşlar. 4 faiz lövhənin kütləsi artıbmış. Yox, bir daxil, yoxsa Necə? cavabda niyə 10 yoxdur bəs? Mən də 10 aldım. Buradakı duzun yarısı deyil. Orada da Sual oxumamışam sən. Mən bayaq demişdim də, məncə duzun yarısı reaksiya daxil olduğu zaman. Hə, indi onun biraz da sualı burasını dəyişsək, məhdudcu duzun yarısını götürsək, yəni onda elə bil ki 40 qram mis sulfatla reaksiya aparacaq. Aydın 80-dən yox 40 qramdan aparacaq. Aydındır? bildim mən. Duzun yarısı. Duz burada 80 qram idi. Biz sualı oxumadıq da. Bayaq sualın oxşarıdır deyə də. 80 qram duz var burada. Amma 80-in hamısı yox. 40-ı reaksiya daxil olur. Yəni 2 dəfə daha az. Onda 2 qram artacaq. 2 qramda 40-ın 5% edir də. Lövhə suallarından bağlı Səkizdən ötər olar yoldaşlar.
Ay, mən kitabın səhifəsini deyə bilərsiniz, kitabda belə baxam. Burada belə baxanda 184'tü. Prosto belə baxanda yəni elə bilmirsiniz. Geçən canlı baxın da kitaba baxmayın. Mənim burada üçüncü uğurum gələr də. Ancaq hiç olmaz. Çünkü birinci pasifdir, ikincisi aktif metaldır. Üçüncüsü de ki orta aktifdir, mesela sim. Ancak üçüncü uğurum gələr. X. Yani. Y də uyğun gəlir də sink olsa, sink də su ilə reaksiyaya girir. Ay, yox, Gedir mənim. gedək deməli. Bəli. Benim bence de burada X olabilir. Çünkü Deməli, Y əgər su ilə temperaturda yazılıb burada. Heç bir şəraitdə reaksiya girmirsə, onda deməli Y pasiv metaldır. Y pasiv metaldır. Əgər Z adi şəraitdə qələvi yaradırsa, deməli Z aktiv metaldır. Aktiv metala allanıb, amma dəmiri reduksiya edilmiş kimi götürə bilmərik. Çünki aktiv metal demişdik ki, məhlulda deməli birinci su ilə reaksiya daxil olur. Həmin o alınan qələvi də metalla mübadilə, duzdan mübadilə daxil olur. Ona görə qətiyyən sərbəst metal ayrılmır orada. Yəni dəmir SO4-ün üzərinə əgər natrium gəlsək, bu məhluluna yəni natrium əlavə eləsək, natrium əvvəlcə orada su ilə görüşür. Natrium OH plus H2 yaradır. Yaranmış natrium OH dəmir sulfatından dəmir OH2 plus natrium sulfat yaranır. Yəni qısacası biz burada artıq dəmir 2 müsbətin elə dəmir 2 müsbət olaraq qaldığını görürük. Düzdür, bu iyonlara ayrılmır. İyonlara ayrılmasa da yenə də dəmir olaraq qaldığını görürük. Yəni yük olaraq dəmir 2 müsbət olaraq qalır. Sərbəst dəmirə çevrilmir. Sərbəst dəmir alınmır yəni buradan. Belə, indi bundan sonra biz biraz başqa tərz suallara da baxaqmı? Burada yalnız axırıncı oldu da. 200 qram. Bəli, ya. Ha, mənim sağlığı reaksiya edilən bütün insanlar 30-cu sualı bir dənə tez sürətlə işləyin görək. 33-ü. Müəllim görsənmədi. Hə. 33'ü. Amma sürətli işləyin biraz. Ha. hemen 8'de cevap ne oldu? Bayaqsında mənim təkcə 3 oldu cavab. Bunu kimlər əldə elədi? Müəllimlərimiz hamısı buradadır. Gültaz müəllim buradasınız. Siz yaman son vaxtlar dərslər fırladırsınız. Nasıl Gültaz müəllim burada? Müəllim, biz başqa müəllimə olar cavab vermək. Buyurun müəllimlər, buyurun tapanlar desin. 140 mən tapıram. Orada 3,5 mol mis sulfat istifadə olunub. O da birin biri olduğunu 140 qram dəmir reaksiyaya girmişdir. Müəllimlər, bilmiyorum. Burada yoldaşlar, yəni
Belə deyək də, sualı iki hissəyə bölünüb, amma burada sualı iki hissədə işləsəz, zülüm olacaq da, boşuna yəni iki dənə təmlik yapacaqsınız. Bəli, burada edəcəyiniz şey odur ki, rahat formada 200 qram 16 faizli misulfat məhluludur bu. 216 faizi, yəni burada Mən cavabı 56 alıram. 56, baxaq indi, baxaq bu dəqiqə. Deməli, 32 qram mis sulfat duzu burada var. Bir proses zamanı mis 2 müsbət iyonları reduksiya olunur. Artıq qalan metal lövhənin hamısının oksidləşməsi üçün, yəni metal lövhənin hamısı hələ oksidləşməyib. Daha 400 qram 32 faizdə gəlmək lazımdır. Səslə bax, bir də mikrofonlar yoldaşlar, qarışmasın səslər. İndi 32 qram mis sulfat burada işlətmişsiniz. 400 qram 32 faizli, yəni 128 qram mis sulfat da burada işlədəcəksiniz. Sizin cəmi bu reaksiya üçün işlədəcəyiniz mis sulfat 128 plus 32 qram. Yəni 160 qram mis sulfat işlədəcəksiniz siz reaksiyada. Onda mis SO4 plus dəmir reaksiyasında 160 girəndə 56 girməlidir. Elə 56 qram dəmir reaksiya daxil olmalıdır. Yəni bunu siz 2 yerə bölsəz, sual boşuna uzanacaqlar. Sualları biraz həmişə yığcamlaşdırmaq lazımdır. İndi Mən 2 yerə bölündə də eyni cavab aldım. eyni cavab təbii ki, orada fərq ola bilməz ki, prosto vaxt israfı olacaq da. Bir dəfə orada tap, sonra burada tap dəmiri gətir cəmlə, boşuna vaxt israfı olur da, yəni o ümumiyyətlə elə şeylər. Mənim o necədir? Belə mis sulfatların ikisinə cəmlədiyin məhlulda ki. Mən bir aparacağım. Ehtiyac yoxdur müəllimə. O vaxt israfıdır da. İkisini bir yerdə veririk. Axırıncı tənasüb necə olur? Axırıncı tənasüb deyil müəllimə. Mis Sulfatla sulfatla dəmirin reaksiyası idi yoldaşlar. Səhərdən bu reaksiyanı biz 4 dəfə yazmışıq. Mənə elə gəlir ki, ən azından. Bu reaksiyada 160 mis sulfata 56 dəmir girir. Cəmləyib tapdıq ki, iki reaksiyada bir yerdə 160 mis sulfat var. Tapmadıq mı? 160 mis sulfata nə qədər dəmir lazım olar? 56 dəmir lazım olar, deyil dostum? Deməli, 67 qram olur. Əgər bu da elə olar tipindədir. İndi keçək biraz da deyirdiniz, oleum məsələlərində problem olur. Biraz da oleuma aid məsələlərdən danışaq. Bir dənə burada deməli, aslında onun izahını atmışdım sizə. Ümumiyyətlə, yoldaşlar, bax, oleum suallarını həll edə bilmək üçün birinci növbədə oleum ilə sulfat turşusu məhlulunu fərqləndirmək lazımdır. Oleum məhlulu, bir də sulfat turşusu məhlulu. Çoxu vaxt bu məhlullar verilir və bu məhlulları bir-birindən ayırmaq lazımdır da. Oleum məhlulu nə deməkdir? Oleum məhlulu müəyyən miqdar sulfat turşusu götürülür və bu sulfat turşusunda SO3 həll edilir. Yəni, sulfat turşusu həll edicidir, SO3 burada həll olandır. Ona görə oleum məhlullarında verilən faiz SO3-ə aiddir. Deməli, oleum məhlullarında faiz SO3-ü göstərir. Sualın mərzi budur. Bunu bilsəz, demək olar ki, işin əksəriyyətini əldə eləmiş olursunuz da. Və oleum məhlullarında heç zaman su ola bilməz. Sulfat turşusunda SO3 əldə edirsiniz. Burada suyun olması imkansızdır. Niyə görə? Çünki əlavə olunan suyun hamısı SO3 ilə reaksiya daxil olur, sulfat turşusuna çevrilir. Su ilə SO3 qurdunan quzu kimidir. Bunlar bir yerdə qala bilməzlər də, bu imkansızdır. Ona görə oleum məhlullarında su ola bilməz. Əgər suyu çox töksəz, onda nə baş verəcək? Ümumiyyətlə, oleumun məqsədi yüksək qatlıqlı sulfat turşusu məhlulu ala bilmək üçündür, yəni. Suyu çox töksəz orada, o su SO3 ilə reaksiya daxil olur, SO3 ilə daxil olur, SO3-ü bitirir, SO3 ilə bitəndən sonra artıq su ilə sulfat turşusu məhlulu yaranır. Deməli, artıq orada H2O ilə artıq qalan su ilə H2SO4 artıq sulfat turşusu məhlulu yaradır. Bu zaman artıq sulfat turşusu həll olandır. Yəni, burada sulfat turşusu məhlulunda verilən faiz sulfat turşusuna aid olur. Neçə faizdirsə artıq,
20%, 30%. Burada faiz sulfat turşusunu göstərir. Sulfat turşusu məhlulunda. Oleum da ama faiz SO3'ü göstərir. Orada həlledici sulfat turşusudur. Və oleumda deməli heç vaxt su ola bilməz. Oleum varsa su yoxdur orada. Sulfat turşusu məhlulu varsa SO3 yoxdur orada. SO3 bitməlidir ki, artıq qalan su ilə sulfat turşusu məhlul yaratsın. İnce çizgi budur da burada yani. İkisi arasındaki önemli fark budur. İndi bundan bağlı. Məsələn, sadə suallardan nümunə gətirək. Burada çox olmalıdır. Görəm hamısını tapırmı axtarışda. Yox, çıxmadı. Neyse. Biraz başqa kitablardan baxalım da. Burada nəsə çıxmadı. Bir dənə elə ki burada. Gəlin bir dənə bunlara baxaq. Sadə formada burada 2 dənəsi var idi məsələn. Kükürt bəhsində 2 dənəsi var idi burada. Hə. Deməli, kükürtdə hanıdır sulfat turşusu? Oleumla bağlı 2 dənə sual var idi burada. Hə, budur. Deməli, bax, bu 2 dənə suala baxaq bir dənə, birinci növbədə. %69 qram oleyumun su ilə reaksiyasından 196 qram sulfat turşusu alınmışdır. Deməli, birinci növbədə oleum dedik ki, H2SO4 vurulsun N mol SO3'dür. Və bunun üzərinə su gələndə yoldaşlar, gəldiyimiz su bu SO3'ü yiyib bitirir. SO3 bitəndən sonra artıq sulfat turşusu məhlul yaranır da burada. Deməli, bu reaksiyadan 196 qram sulfat turşusu yaranır. İndi yoldaşlar, 169 qramlıq bir şey üzərinə su gəlməklə, su ilə qoyacaq burada, H2SO4'e çevrilib və 196 qram sulfat turşusu yaranır. İndi 169 qramlıq bir şey nətər oldu ki, 196 qramlıq sulfat turşusuna çevrildi? Kütlə saxlama qanunundan görürük ki, bu fərq 27 qramdır. 27 qram bizə buradakı suyu göstərir. Deməli, 27 qram bizim suyumuz reaksiya daxil olunur. İndi suyun da SO3 ilə reaksiya nisbətini bilirik ki, yoldaşlar. Bir SO3, bir su ilə reaksiya daxil olur və bir sulfat turşusu yaradır. Molla da yəni. H2SO4. Onda belə yazaraq da 80 SO3. Deməli, aslında bunu mola da çevirə bilərik, məsələn, istəsək. Mola da çevirə bilərik bunu istəyirsinizsə. Yəni, 196 qram sulfat turşusu nə qədərdir, yoldaşlar? 2 moldur bu sulfat turşusu, mola çevirək. Hə. 80 qram SO3, yəni 1 mol SO3, 1 mol su ilə girir, 1 mol sulfat turşusu yaradır. Sizin burada suyunuz 27 qram, yəni 1,5 moldur da. 1,5 mol su, 1,5 mol SO3 də girər, 1,5 mol sulfat turşusu yaradar. İndi bir məsələ var. Sizin axı aldığınız sulfat turşusu, reaksiya zamanı aldığınız sulfat turşusu 2 moldur. Siz SO3 ilə suyun reaksiyasından 1,5 mol SO3 alındığını tapdınız. Ümumi 2 mol SO3 olması üçün 1,5'i su ilə SO3'dən alınıbsa, deməli 0,5'i əvvəldən oleyumun içində var imiş. Deməli, arkadaşlar, bax, bu reaksiya zamanı 27 qram. 1,5 mol suyun reaksiyaya daxil olduğunu tapdınız. 1,5 mol su da 1,5 mol SO3 istəyir. Bu zaman 1,5 mol sulfat turşusu yaranır. Reaksiyadan 1,5 mol sulfat turşusu alınır. Sizin də ümumi əlinizdə olan sulfat turşusu 2 moldur. 2 molun 1,5'ini indi almışsınızsa,
0,5 mol sulfat turşusu da deməli əvvəldən var imiş da, yəni əvvəldən oleum məhlulunun içində var imiş. Onda belə bir şey çıxır. 0,5 mol sulfat turşusu, 1,5 mol SO3. Formul qurarkən bunları tam ədədlərə gətiririk. Nisbət olaraq 0,5 sulfat turşusundan 1,5 SO3 düşürsə, əmsalları 2-yə vursaq burada tam ədəd olsun deyə. 2-yə vursaq 1 sulfat turşusuna 3 SO3 düşər. Deməli formulumuz sulfat turşusu vurulsun 3 mol SO3 imiş. Oleyumun formulu beləymiş. Qərar müəllim, mən bunu bir necə yazdım, tənasübünü. 18 elə bir ki, N, yəni suyun da verib, bir də qabağına N yazırıq da. 18 N-ə 98 sulfat turşusunun emiridir. Bir də əmsal N plus 1 olur. Onu yazıraq. Yəni 18 N-ə 98 mötəzədə N plus 1 düşürsə, 27-yə 196 düşür. Oradan da N bərabər 3 olur. O yanlışdır məndə. O oleyumun alınma tənliyidir. Orada yanlış olmaz ama N bərabər birbaşa 3 çıxır oradan. Bəli, bəli, mənim çıxır. Birbaşa 3 çıxır. N 27'ye 196 yazıram. 27'ye 196 düşürsə, 18 N-ə də, çünki suyun qabağında N olur axı. N olmur məndə. bəli, N bəli. yoxdur. 18 N-ə də elə bir ki 98 mötəzədə N plus 1 düşür. Bu Əmsalı- oleyumun alınma tənliyidir, bəli. Bəli, alınıb o da edir N bərabər 3 müəllim. Yəni düzgün hesab olunur da yox. O da düzgündür, bəli, o da düzgündür. Problem yoxdur. Arkadaşlar, oleyumun tərkibini bu formada baxın görün. Buradan dalınca nə istəyir bizdən? N'in qiymətini hesablayın. Verilmiş 169 qram oleyumu 50% sulfat düşməni çevirmək üçün neçə qram su lazım? Neçə qram su lazım olduğunu hesablayın. Deməli arkadaşlar, bax burada 169 qram oleyumu deyir. 50%-li məhlula çevirmək üçün. Bundan sonra nə etməliyik biz burada? Bax 50%-li sulfat turşusu məhlulu almaq istəyirəmsə, bunun mənası odur ki, burada 50% sulfat turşusu olsun. 50% də burada su olsun. 50% sulfat turşusu, axı nə qədər sulfat turşusu alınır? 169 qram oleyumdan özləri bizə vermişdilər ki, 196 qram sulfat turşusu alınır. 50%-dən 196 qram sulfat turşusu alınıbsa, axı 50%-li məhlul odur ki, dedim 50%-li sulfat turşusu, 50%-li sudur. Onda qalan 50% də suyumuz da, bu da 196 qram olmalıdır ki, 50%-li məhlul alınsın. İndi isə deyin, neçə qram su lazımdır? Axı siz 169 qram oleyumu sulfat turşusuna çevirmək üçün 27 qramda burada su istifadə eləmişsiniz. 27 qram burada su, 196 qram məhlulun yaranmasına su. Cəmləyirsiniz, olur ümumi su. Aydın yoldaşlar, deməli burada 50%-li məhlul olduğu üçün sulfat turşusu 196-dır deyə. Suda 196-dır. Bu yekun məhlulda olan suyun miqdarıdır. Amma bizə yekun məhlulda olan suyu soruşmur. Bu məhlulu almaq üçün lazım olan ümumi suyu soruşur. 27 qramda bayaq su gəlmişdik biz reaksiya zamanı. 27 ilə 196-nı cəmləyirik, olur bizim ümumi suyumuzun miqdarı. Cavab 223'tü bunu da burada. Ben de onların ikisini cəmləyənə nə eləyirsən müəllimə? Odur yəni. Oleyum alınmışdır. X hesablayın və alınmış oleyumu tamamilə su turşusuna çevirmək üçün lazım olan suyun kütləsini hesablayın. Deməli, 200 qram su üçün 9 qram su ilə qarışdırılmasından oleyum alınmışdır. Deməli, arkadaşlar, birinci növbədə SO3-ün 9 qram su ilə. Buradan görünür ki, su az olduğu üçün su sərf olunub bitəcək və sulfat turşusu ilə SO3-ün artığı oleyum yaradacaq. 18 qram su, 80 qram SO3 ilə 98 sulfat turşusu yaradır bilirik. 9 qram su, 40 qram SO3 ilə 49 qram sulfat turşusu yaradacaq. İndi bizim 200 qram SO3'ümüz var.
200 qram SO3-ün 200 qram SO3-ün 40 qramı reaksiyaya daxil oldu. Çünki 9 suya 40 qram SO3 lazım idi axı. Ümumi 200 qram SO3-ünüzün 40-ı reaksiyaya daxil oldu. Onda 160 qram detallı yazıram ki, hər şey gözünüzün qabağında olsun. 160 qram SO3 baxın artıq qaldı. Bu 160 qram artıq qalan SO3 nə yoldaşlar? Alınan 49 qram sulfat turşusu oleum məhlulu yaradır. Aydındır, bax 49 qramda H2SO4 alınıb. Hər şeyi bax ortalıqda yazıram ki, qoy görəsiniz. 160 SO3-ün artığı qaldı su ilə reaksiyadan sonra. 49 da sulfat turşusu alındı. İndi burada N'i soruşur, X'i soruşur bizdən. Yenə burada sulfat turşusunun moluna baxsaq, bu yarım mol sulfat turşusudur. 0,5 mol sulfat turşusuna, yarım mol sulfat turşusuna nə qədər SO3 düşüb burada? 2 mol SO3 düşüb. Çoxu vaxt baxırlar, deyirlər ki, burada 2 mol SO3 var, onda X bərabərdir 2-dir. Amma yarım mol sulfat turşusuna 2 mol SO3 düşüb. Formul quranda sulfat turşusunun əmsalı 1-ə gətirilməlidir. 1 mol sulfat turşusuna nə qədər SO3 düşər? 4 mol SO3 düşər. Onda bu X bərabərdir 4 eləyir yoldaşlar. Müəllim, Buyurun. sulfat turşusu əgər 2 mol alınsaydı, bu zamanda 1-ə gətirməliyik. Formul qurmaq üçün bəli, 1-ə gətirməliyik. Çünki formul 1 mol üzərindən. Baxın, bu sualda verilən formulu görürsünüz. Sulfat turşusunun qabağı 1-dir, görürsünüz. 1 sulfat turşusuna düşən SO3 istəyir bizdən burada. Oleyumun formulu bu cür qurulur. Davamında da yoldaşlar bizə deyir ki, alınmış oleyumu tamamilə sulfat turşusunu çevirmək üçün deyir. Yəni burada gördüyünüz 160 qram SO3-ü də davam eləməlisiniz, su ilə reaksiya daxil eləməlisiniz. 160 qram SO3 də yoldaşlar bilirsiniz ki, 2 mol SO3, 2 mol su ilə reaksiya daxil elər. Bəli, 36 qram. Çünki 1 SO3, 1 su ilə. Müəllim, diskussiya qrupuna da bir dənə belə oleum məsələsi atmışam. Ona da baxa bilərik. Baxaq, nə baxmırıq ki? Üstü mən telefonu götürəm bir dəqiqə. Telefonun yanında deyil. Müəllim lövhəyə də aid atmışdım. Ona da baxardıq da, xahiş edirəm. Ben de bir itiraz var da. Bir də bir söz deyim, bu ümumi imtahanlarına baxıram, oleum məsələləri elə də aktiv deyil, hə? Dəqiqə. Bu İnşallah düşməz. moda düşür. Məncə düşərlər. İnşallah. İnşallah, inşallah. Oleyim, ozon tarazlıq. Yəqin bir 30 Hə. dərəsi hassas bu arada. Üzü kasımın xəyalım. Deməli. Baxın görün. O qədər mesaj lazımsınız. Testlərində yox idi, amma bu təzə çıxan testlər üzrə saldılar da oleum. Yəqin ki, yavaş-yavaş səbə düşür. Ekvivalentli metalın sulfat tuzunun məhluluna. Bunu biz sizlə işləməmişik müəllimlər. Siz Çox oxumaq lazımdır, riyaziyyatı da oxuyun. Xədicə müəllim, siz atdığınız axı bizim dərsdən də elə bil ki. Mən baxmamışam bəlkə də o məzaha. Orada çünki Bu yuxarıda mənim adım var. Bizim dərsdən skrin eləmişsiniz. Qəbul sualdı 2022-nin. Elə şöyle metalın sulfat tuzunun məhluluna. Baxarıq, yaxşı, problem yoxdur. Bir dənə bu oleyimi yekunlaşdıraq. Hani oleyim. Diskusiyanı ən son onu atmışsınız müəllimlər. Hə, burada gördüm. Deməli, sual belədir yoldaşlar. Sualı burada aça bilmirəm indi. Sualımız belədir. 100 qram X faiz daşı istəyirsinizsə verim, gözlüyüm, siz işləyəsiniz bəlkə. 100 qram Olur müəllim, atın baxın. X faizli H2SO4 məhluluna 325 qram SO3 əlavə edilir. Qısa yazıram da, əlavə edilir. 20% oleum məhlulu alınır. Əlavə edilir, 20%li oleum alınır. Nəsə.
Son məhlulda olan sulfat turşusunun kütləsi ilkin məhlul kütləsindən neçə qram çoxdur? Deməli, sual belədir ki, son məhluldakı H2SO4 kütləsi bölünsün, belə yazıram da. Bölünsün ilkin məhluldakı H2SO4 kütləsinə. 100 qram X faizli sulfat turşusu məhlulu var. 325 qram SO3 əlavə edildikdə 20 faizli oleum məhlulu alınır. Alınmış oleum məhlulunun, yoldaşlar, alınmış oleum məhlulunun. Deməli, tapandan sonra bu heç. Son məhluldakı sulfat turşusunun kütləsi ilkin məhluldakı sulfat turşusunun kütləsindən neçə qram çoxdur? Buraya yazmışam, nisbətlə yazmışam da buraya, yəni bölünsünlə. Gözləyirəm, yoldaşlar. Həll eləyənlər səs soraq çıxarsın, bilim görək. Nə oldu? Sizə güvənliyim də var, bax da. Sizin də. Və nə oldu ki, onu 2 saatini öz mü öldürürəm mən? Mən yazmışam oraya ki, mən bilmədim. O aşağı yazdım. Necə siz özünüz deyin. Mənim ilkin məhlulda sulfat turşusu 49-dur. O birisini hesablayıb çatdıra bilmədim. İlkin məhlulda 49-dur. İlkin məhlulu tapmısınızsa, ilkin məhlulu tapmaq da azaddır daxı məncə, yoxsa? Mən 325 qram SO3, 100 qramla üstünə gəldim 425 elədim ümumi məhlul. 20%-dirsə SO3 tapıram buradan. Surətdə X məxrəcdə də 425 vuraq 100 bərabərdir 25-ə. Buradan tapıram ki, 85 qram SO3 var imiş deməli. Hı-hı. 85 qram SO3, o da 425-dən də 85 çıxanda edir. Onda son məhlulda kim tapmışsınız da siz? O edir ama. İlkin tapmaq qalır. 140 qram SO3 reaksiya gedib. Yaxşı, gəlin baxın orası. Deməli, çox tənbəllik edirsiniz. Valla çox tənbəllik edirsiniz. Deməli, bax, birinci növbədə 100 qram burada məhlulumuz var.
325 qramda SO3 gəlmişik. Onda məhlulun ümumi kütləsi 425 qram eləyir. 425 qram məhlul alınır. Yəni, əgər məhluldan qaz uçmursa, çöküntü çökmürsə, məhlulun kütləsi qarışanların cəminə bərabərdir. Bunların ikisinin cəmi 425 qram eləyir. 425 qramlı məhlul 20%-dir. Yəni 425-in 20%-i sizin SO3-ünüzdür. Çünki bayaq dedim, oleumda faiz kimin faizini göstərir? SO3-ün faizini göstərir də. 425-in 20%-i 85 deməkdir. Deməli, 85 qram burada SO3 var. 425-in 85-i SO3-dürsə, çıxanda 425-in 85-i qalır 340 qram. Deməli, 340 qramda H2SO4-dür. Bu sonda olan 425 qram məhlulun tərkibidir. Bura qədər hər şey hamıya aydındır yoldaşlar. Diqqətlə baxın görək. Bəli, aydın. Hamıya aydındır. Əla. Bəli. İndi Gültaz müəllim. Bax, burada nə problem var? Sizin neçə qram SO3-ünüz var idi? 85, 325'ten çıktık. Hə, 85. 325 qram SO3 var idi. Bunun 80-i qalıb da. Çünkü yerde kalan reaksiyaya giren SO3'tü da. Hətta sübtarda sualda niyə eləmirsiniz ki bunu? 85 qram SO3 necə? 340 SO3 değil. 325-in 85-i SO3 qalıb. Onda çıxanda bunun 240 müəllim. 240. Ha 240 ben. 240 SO3 qalıb. Əla. Bir daha mən burasını toparlayaq. Baxın. Sizin 325 SO3-ünüz var idi əvvəl. Biz burada tapdıq ki, yekun məhlulda 85 qram SO3 var. 325-in 85-i yekun məhlulda əgər əlinizdə varsa, deməli onda 325-dən 85-i çıxanda 240 qram qalır. 240 qram SO3 yoxa çıxıb. Hara yoxa çıxıb? Demişdik ki, sulfat turşusu məhluluna SO3 gələndə bu SO3 əvvəlcə o suyu yeyib bitirməlidir. Su ilə reaksiya daxil olmalıdır. Ona görə deməli 240 qram SO3 su ilə reaksiya daxil olur. 240 qram SO3 neçə qram su ilə reaksiya daxil olar? Bunu yazmağa nə var ki, yoldaşlar? Deməli, H2O plus SO3 reaksiyası 1-in 1-ə gedir də. 18-i 80 ilə gedən şeydir. 240 SO3 neçə su ilə gedər yoldaşlar? 54 ilə. Deməli, sizin bu 100 qramlıq məhlulunuzun 54-ü əgər su idisə, yerdə qalan 46-sı da sulfat turşusu olmaz mı yoldaşlar? 100 qram ilkin məhlul var idi da. İlkin məhlulda 54 su olduğunu tapdınız buradan. İlkin məhlulun 54-ü su idisə, 100 qram məhlulun 54-ü su olanda 46-sı sulfat turşusu oldu yoldaşlar. Bunu niyə böyüdürsünüz ki belə? Bəs mən o su SO3-lə sulfat əmələ gətirmir. Gətirir də bəs. Bəs axı sizin burada 46 sulfat turşusunuz var idi. İndi yekun məhlulda 340 sulfat turşusunuz var. Yaradıblar da bəs. Harada problem var müəllim? Deyin görəm. Bax deməli, elə bir əlinizdə sizin bax 100 qram məhlul var. Bu 100 qram məhlulun 54 qramı sudur müəllimə. Yerdə qalan 46 qramı sulfat turşusudur. Siz bu məhlula SO3 tökəndə tökdüyünüz bu SO3 gəlir bu suyu yeyir bitirir. 54 qram SO3 ilə deməli 240 qram üzrsən 54 qram su ilə 54 qram su ilə 240 qram SO3 reaksiya girir, sulfat turşusu yaradır. Yaranmış bu sulfat turşusu ilə də bu sulfat turşusu cəm bir yerdə 340 qram olur da müəllimə bu qədər. Yəni Mən dediklərinizi konuşma edəmişəm. Eyni orada tutulan getmişəm, amma cavabı ala bilməmişəm. Böyük ihtimal hesab şartım. deməli yoldaşlar bir dənə bu axırı səsini deyirəm. 325 qram SO3 var idi. Biz yekun məhlulun faizindən 85 qram SO3-ün sonda oleum yaratdığını gördük. 325-in 85-i yekunda varsa, deməli 240-ı yoxa çıxıb. Hara yoxa çıxıb? Su ilə reaksiya daxil olur. 240 SO3 neçə qram su ilə girər? 80 SO3 18 ilə girər. 240 SO3 54 ilə girər. Sizin ilkin 100 qram məhlulunuz var idi. 100 qram məhlulun 54-ü əgər
su olduğunu tapdınızsa, yerdə qalan 46'sı da H2SO4 olduğu məlum olur. İlkin məhlumdakı sulfat turşusu 46, buradakı da sulfat turşusu 340. Buyurun. Bu fərq cavabda yoxdur axı. Çıxmaq lazımdır da. Nə qədər çoxdur deyir. Neçə qram? Neçə dəfə çox deyir, yoxsa neçə qram deyir sualda? Neçə qram deyir. Hə, neçə qram deyir, mən nisbət yazmışam. Sualda, yadımdan çıxıb. Hə, neçə qram çoxdur deyir müəllimlər? 340 340. 340, bu da 46. Aydındır? Hə, bilməm, aydındır. Mən 340-ın 46-ını çıxırıb son cavab odur, elə? Bəli, Hə. bəli. Son cavab Yox, odur, deyil. son cavab odur. Burada sual ulduzlu sualdır, səhv sual. Yəni variantlar düz gəlmirdi. Ona görə normal yəni. Cavablar düz olmaz. Prosto burada çok da Müəllim, Buyurun. duplikasiya bu cür məsələ çıxa bilər, bu qədər uzun həll olur. Bu kadar uzun diyenler müəllim. Burada yani elediğimiz şey bir tane burada oleum məhlulun faizini tapmışız. Bu 425 məhlulun 85 SO3 olduğunu tapmışız. 85 SO3 də üzürsən, yerdə qalan 240 SO3 də 54 gram su ilə reaksiya edilir. Söz budur yəni. 2 dənə təmlik vardır. 2 dənə tənasüb vardır. Mən buradakı məhlulları toplamaq ağlımıza gəlsə, riyaziyyətin əsasında, məsələn, mənim ağlıma gəlmir o. Mən də Toplamağı bilmirəm, niyə toplayım? Mən də. Dönə demişik ki, bəzi məhlullar qarışanda yekun məhlul onların cəmi. Məhlullar bəslində mən o yadıma gəlir, amma burada o yadıma gəlmir bu oleumda. mən də gətirdim mənim valla axırda toparlaya bilmədim. Bax o 100-dən 54-ə çıxmağı ağıb kəsir. Heyf. Bunlar eyvallah yaxşı suallar var idi. Bu bilmirəm, axtarışda çıxmır, necə bu bir tap. Nəsə, indi Sizdə belə sadə oleum məsələsi var. Siz səhifəsindəyim, baxın. deyim baxaq. Yəni ki, sizə əslində həllini mən bilirəm. Prosta siz oleum axtarırsınız, ona görə deyirəm. Yəni istəsəz baxmayın. Deyim. Səhifə çox çətin deyil, sadədir. Səhifə 135-də səhifəsi ilə deyim, yoxsa nə ilə deyim? 45 olsa məsələn. Məsələn. Sınav 15-dədir. Səhifə 135-də 31-ci sual sadə oleum məsələsidir. Prosta axtarırsınız deyə dedim. Hə, bunu bir də həll eləyin görək. Yox da sadə olsun. Hamısı çətin düşən şey deyil ki, imtahanda. Başa sadəsi düşəcək sizə. Yüz müəllim. Bəli, 100 olur. Hamı tapdı. Bəli, 100. Mən də 100 tapdım. 100. Deməli 10% oleum məhlulu almaq üçün 100 qram 82% sulfat turşusu məhluluna neçə qram SO3 əlavə etmək lazımdır? 100 qram 82% sulfat turşusu məhlulunda deməli 100 qramın 82%, 82 qram H2SO4 var. Yerdə qalan 18 qramı isə sudur yoldaşlar. Və demişik ki, oleum alınacaqsa
oleumda su olmamalıdır. Sulfat turşusu məhlulunda isə SO3 olmamalıdır. Sadə məntiq burada. Deməli, biz sulfat turşusu məhlulunda SO3-ü bitirməliyik. Onda SO3-ün suyu bitirməliyik. SO3 dedim deyəsən. Suyu bitirməliyik buradakı. SO3-lə bu suyu reaksiya daxil edib sulfat turşusu yaradırıq. Deməli, 80 SO3-ə 18 su girir. 98 də sulfat turşusu alınır. Deməli, siz 80 SO3-ü burada reaksiyaya daxil elədiniz. Bu 80 SO3-ü yadda saxlayırsınız. Bu qalsın kənarda. Bunu reaksiyada istifadə elədik. Daha sonra 10%'de oleum məhluludursa yoldaşlar, bu o deməkdir ki, alınan oleum məhlulunun 10%'i SO3'dür, qalan 90%'i isə sulfat turşusudur. 90% sulfat turşusu, 10% SO3'tür. Sizin nə qədər sulfat turşunuz var yoldaşlar? 98 qram burada sulfat turşusu almışsınız, 82 qram burada sulfat turşusu almışsınız. Toplam sizin sulfat turşunuz 180 qram edir. Elə mi? Bayaq sulfat, təbii ki, bunu nəzərə almaq lazımdır. Bax, burada yoldaşlar, bunu unutmaq olmaz yəni. Əvvəldən axı sizin əlinizdə sulfat turşusu var idi. İndi də bu reaksiyadan yarandı. Cəmi 180 qram sulfat turşusu oldu. 180 qram sulfat turşusu sizin əgər 90%'inizi təşkil eləyirsə, bəs 10% SO3'ünüz neçə qram olar? X qram, X də bərabər 9 dəfə az 20 qram. Deməli, 20 qram burada SO3 oleumu yaratmağa lazımdır. 80 qram da burada reaksiyaya lazımdır. Toplam 100 qram lazımdır. İkisi bir yerə 100 qram lazımdır. İnşallah kamya aydındır. Problem olan varsa desin. Belki 80 gram neydi oradan? 80 qram burada reaksiyaya daxil olan SO3 idi galiba. Belə yoldaşlar, yəni burada sualların ümumi məğzi burada yəni. Qeyri-adi bir şeylər yoxdur. Ozon suallarında da əslində məntiq eynidir. Ozon sualları da belə çox qeyri-adi deyil. Ozon suallarına eləyəcəyimiz şey, yəni baxın burada. Məsələn, sualda deyir ki, ozonlaşma reaksiyası zamanı T1 anda oksigenin həcm payı 80% olmuşdur. İlkin olaraq neçə qram oksigen qaz götürüldüyünü hesablayın. Deməli, T1 anında oksigenin həcm payı 80%'dir. İlkin götürülen oksigenin qramını istəyirəm sizdən. T1 anında oksigen 80%'dir. Bax, sualda verəcəm. Bu nöqtədə oksigen 80%'dir. T1 anında oksigenin həcm payı 80%'dir T1 anında. İlkin götürülen oksigenin kütlesini hesaplayın. Mənim sonda nə sorulur? Sonda ilkin götürülen oksigen gazının kütlesini. E, 704.
104. Hamı tapdı. Deməli, T1 anında oksigenin həcm payı 80%'dir. Dostlar, burada 4 mol ozon alınır. 4 mol ozon nə qədər oksigenden alınır? O2'dən O3'ün alınma tənzimini yazırıq. 3 oksigenden 2 ozon alınır. Yəni bu belə, məsələn deyim, qeyri-adi bir sual tərzi deyil arkadaşlar bu suallar. Adi reaksiyadır. Oksigenden ozon alınır. Yəni burada qeyri-adi bir şey yoxdur ki. Deməli burada ne diyəcəyimdir? 2 ozon alınanda 3 oksigen sərf olunursa, 3 oksigen sərf olunursa, burada nə qədər ozon alınır? 4 ozon alınır. 4 ozonun alınmasına nə qədər oksigen sərf olunar? Nə qədər sərf olunur? 6 mol sərf olunar oksigen. İşte bu qədər. Deməli, oksigenin 6 mol sərf olunduğunu tapırıq da. Və son qaz qarışığını da oksigenin həcm payı 80% cümləsini vermişəm. Bu nə deməkdir? Yəni son qaz qarışığında bu hissədə ozona nəzərən oksigen 4 dəfə çoxdur. Yəni 4 dəfə çox hardan gəlirik? Ozon 20%-dirsə, oksigen 80%-dir. Son qaz qarışığında 20% olan ozon 4 moldursa 80% olan oksigen neçə moldur? 4 dəfə çox, 16 mol. Deməli, 16 mol son qaz qarışığında oksigen var, belə çıxır ki, 6 mol oksigende reaksiyaya daxil eləmişsiniz. Onda ilkin nə qədər oksigen var imiş? 22 mol oksigen var. 22'ni də vurursunuz, emerinə oksigenin ilkin kütləsini tapırsınız. 22 bırak 32. Mən bu məsələnin verilişini göstərim, bakıyorum belə ki. Yəni məsələdə sadəcə T1 anında 80%'dir oksigenin həcm payı. Budur yəni. Başqa heç nə. Hə. Bunu mənim oxuyun. Mənim o sualın yanında 5-ci sual var idi. Bir də həmin suala qayıda bilərsən. Mən həmişə o tip sualları səhv edirəm. Keçən ilməkdə də səhv eləmişdim. Çox asan görünür, amma nəsə başa düşürəm. Məsələn, müəllim, mən bundan bağlı sizə bir şey Mən demişdim. keçən dəfə də sizdən bunu soruşmuşdum. Keçən dəfə də izah eləmişdiniz ilməkdən əvvəl. Yenə getdim səhv elədim. İlkdən əvvəl Salam müəllimlər, axşamınız xeyir olsun. Mən xəbərim yoxdur, telefon izləyə baxırsınız, indi daxil oldum. Üzr istəyirəm. buyurun, elə ümumi suallara baxırıq. Nə bilim, biraz ozon suallarına baxdıq, biraz oleyma baxdıq, biraz lövhəyə baxdıq. Hərəsindən biraz baxırıq. Deməli, Yazısı olacaq, bunu gərək müəllim. hə, var. Deməli, arkadaşlar, burada kalsiyum fosfat daşlıqların reaksiyasından siz ola bilər ki, burada kalsiyum HPO4 alasınız və yaxud kalsiyum H2PO4 2 alasınız və ya bunu buradan alınması mümkün deyil, ümumi olaraq yazıram. Kalsiyum 3PO4 2 alasınız. Bu da kalsiyum H2 ilə H2PO4 reaksiya məhsuludur. Ümumi olaraq yazıram ki, yəni üçünü müqayisəli biləsiniz də. Əsaslı duz alınmır. Əsası duz, o bu reaksiyanın alınma ehtimalı yoxdur da müəllim. Turşu gəlir. Turşu gəlmiş yəni burada. Bu reaksiya ehtimalı yoxdur. Əsasən alınmağı da deyərsiniz. Yox da, indi əsasən turşu olanda da 6 Orada əsasının miqdarı çox olsa alına bilər, bəli, orada ola bilər təbii ki. Gəray müəllim, mən elə bundan bir sual vermək istəyirdim. Siz bu dəfə bunu demişdiniz, yadımda yaxşı qalmışdı, unutmuşam. Burada metalla əlaqədar deyirdiniz. Bəli. Zəhmət olmasa bir də deyin. Elə onu deyirəm ki, burada müəllimlər. Bax, burada eləyəcəyiniz şey, kalsiyumla, əsas yəni metal hissə ilə turşunu yaradan qeyri-metal hansıdır? Fosfordur da. Hidrogen, oksigen onsuz ki, demək olar bütün turşularda var da zaten, düzdürmü? Yəni oksigenin turşuları da. Burada yəni deməli nə eləməliyik biz? Bu əsas kalsiyumla fosforun nisbətinə baxmalıyıq. Kalsiyumla fosfor hansı nisbətdədir burada? Bu duzda, hidroduzda.
1'in 1'ə nisbətində. Deməli, əgər daxil etdiyiniz nisbətdə 1'in 1'ə olsalar, nisbət, kalsiyumla fosforun nisbəti 1'in 1'ə olsa, kalsiyum hidro alınır. Burada kalsiyum 1'dir, fosforun indeksi 2'dir. Eğer kalsiyumla fosfor 1'in 2'ye nispetinde olsa bu duz alınır. Şimdi bu ihtimal için değil, bunu ayrıca bilirəm də. Kalsiyum H2 ilə H3 için deyirəm bunu. Eğer kalsiyumla fosfor 3'in 2'ye olsa bu duz alınardı. Şimdi bunu qoyaq qırağa, bu ihtimal mümkün değil bu sual için. Şimdi burada neçə mol H biləbilmək üçün kalsiyum hidrosid alınsın. Şimdi gəlin burada 0,2 molu qoyaq kənara. Birinci növbədə kalsiyum 3PO4 2 ilə H3PO4 hansı nisbətdə olsalar kalsiyum dihidro, yəni bu alınlar. Gəlin burada kalsiyumla fosfor. Deyirəm ki, bax, kalsiyum 1'dir, fosfor 2'dir, düzdürmü? Kalsiyumla fosfor 1'in 2'ye olsa bu duz alınlar. Biz yəni bunu istəyirik. Bu birisləri sildim artıq. Aydındır? Kalsiyumla fosforun nisbəti 1'in 2'ye olmalıdır. Kalsiyum nə qədərdir kalsiyum 3PO4 deməli mənim? 3 kalsiyum var. Onda fosfor neçə olmalıdır deməli mənim? 6. 6 olmalıdır. İndi sizin 2 PO4'ünüz var. Neçə PO4 ehtiyacınız var ki 6 olsun? 4. Əla, burada deməli 4 yazırsınız. Aydındır? Bəli. Onda deməli bu duzda 1'in 4'e nispətində girsə, bu alınan tutarı getdi. İndi 1'in 4'e nispətini tapdınız mı? 0,2'ye de x yazırsınız. Daha sonrasında indi neçə mol verilibsə, 1'ə 4'dürsə, 0,2'ye nə qədər olar? 0,8 olar. Bu daha sonraki asan işdir. Əsas məsələ əmsallarını tapmaqdır da bunların yoldaşlar. Ona görə mollara birinci baş yormayın. Birinci növbədə reaksiyanın özünü tənliyini tərtib eləyin. Reaksiyanın tənliyini qurandan sonra daha əmsallara yazmağa nə var ki, belə şeyləri, miqdarı tapmağa nə var ki da? Mən əsası da yaza bilərik. Əsasla tur. Əsas burada mümkün deyil. İndi burada əsasın olma ihtimalında şey olur. Yox. Kalsiyum H2 ilə H3PO4 olma ihtimali var da orada. Yox, bu məsələdə indi onu yazaq da mən. Hə. Deməli dostlar, bu aydındır mı ya? Bəli, çox sağ ol. Müəllim, bu məsələdə stronda üçün istifadə eləmədən tapdınız da, ha? Hə, onu eləmirik. Onu ən axırda artıq nisbətə görə tapırıq da ki, 1'ə 4 girirsə, 0,2 x girer. Bəli, onu ən axırda artıq. Ən axırda cavab tapmaq üçün istifadə edirik. Sonra da bir dənə bunu deyim. Məsələn, kalsiyum H2 ilə H3PO4 reaksiyaya daxil olur. Bu zaman deməli bizim alınacaq ehtimal olunan duzlarımız bayaqki duzlardır da. Kalsiyum HPO4, kalsiyum 3PO4 məsələn, kalsiyum H2PO4 2 dəfə bu alınmağı istəyirəm, məsələn. Baxıram burada kalsiyum 1'dir, fosfor 2'dir. Onda kalsiyum 1, fosfor 2 olması üçün yazıram. Əsaslara baxıram, yəni əsas elementlərə baxıram, yəni. Kalsiyum 1, fosfor 2 qutarda getdi onda, heç nə ehtiyac yox. Və ya burada məsələn, kalsiyum 3PO4 2 almaq istəyirəm. Nə almaq istəyirəmsə, yəni o kalsiyumdan fosfora baxıb vururam. Kalsiyum HPO4 almaq istəyirəm. Kalsiyum 1, fosfor 1'dir. Onda bundan 1 olsa, elə bu alınacaq. Bu qədər arkadaşlar. Sadə məntiqi bunun budur. İndi burada... Sadə bir şey deyim, bu qədər çətin gəlmiş. Hə, valla. Deməli, bir dənə də burada nə qara bilərsiniz? Gültaz müəllim, əsası duz deyirsiniz. Əsası duzun zaten bir cür ehtimalı var. Əgər OH-ın sayı H-ın sayından çoxdursa, əsası duz alınacaq bu zaman. Sadəcə... Alüminium olsa, mesela 3 OH'dır da. Onun Hə. üzerine sulfat gelsin. Orada necə? Alüminium hidroksitle sulfat turşusu. Alüminium hidroksid ilə sulfat turşusu gəlsək, deməli, gəlin yazaq onu. Orada bir OH artıq qaldı da. Hidroksil sulfat almalı. Məsələn, 1'in 1'ə girsə müəllimə, 1'in 1'ə girsələr, alüminium deməli elə sulfat alınar. Əsas məsələ alüminiumla SO4 1'in 1'ə olanda alüminiumla S'i yazırsınız 1'in 1'ə. Yəni burada 2H-dan 2OH getdi, alüminium OH SO4 olmalıdır. Aydındır? Belə bir şey. Əgər siz məsələn burada deməli
dihidrokso variantı üçün deyirsiniz siz, Gültaz müəllim. Bəli. Dihidrokso variantı üçün bundan 2 mol götürülsə, niyə görə 2 mol götürülsə? Dihidrokso variantda alüminium OH2-dən 2 dəfə olur, 1 SO4 olur. Burada alüminium deməli şeydir də 2 alüminium 1 SO4 düşür. 2'nin biri. Yine de 2 alüminium 1 SO4. Bəli. Bəli, bəli. Ben. Yoksa. Buyurun. Ben bir tane de oksidleriyle orada karıştırırım. P2O5, SO3. P2O5'le gidiyor. Zahmet olmasa. P2O5 plus Kalsiyum hidroksit. burada müəllim əsas olan bu elementi də, yəni əsas olan bu elementə görə baxacağıq da. Fərqi yoxdur ki. Müəllim demiş ki, P2O5 3 turşunun antitetidir. Şimdi ama bu tip reaksiyalarda biz həmişə ortaya H3PO4'ü yazılır. Bəli, bu tip reaksiyalar. Bu reaksiyalar Yazır. Müəllim ona görə. hə. Ya bu reaksiya müəllimlər temperaturda getdiyi üçün orada hə, burada birbaşa H3PO4'ü yazılır. Yəni ortasını sağlıyor. Onda nişan için. Alman şey deyirsiniz, məhsul deyirsiniz müəllimə. Məhsul burada yəni kalsiyum 3, PO4 2 yazsaq məsələn, 3 kalsiyum 2 fosfor. Yəni 3 kalsiyum 2 fosfor. 3 moldur. Bir də daha suyu da yazmıram. Bu da suyu da öz yerində. Tuş tuz olanda yani mesele formasında veriləndə də necə edirlər? Burada hocam müəllim tuş tuz formasını ala bilmirik də biz burada artıq. Tuş tuz formasını çünki P2O5'in özündən reaksiya daxil edirik deyə. Axı bunun hidrogenləri yoxdur. Hələ bu su ilə görüşməlidir. Hələ bu özünə bir hidrogen qazanmalıdır. Ondan sonra tuş tuz yarada bilərik də. Yəni bu forma üçün tuş tuz yarada bilərik. Əsaslı tuz ola bilər. Əsası duz, hə, əsası duz yarada bilər burada, bəli. Miqdardan asılı olaraq yarada bilər. Soruşsalar onda Siz əsas Yarada yəni oksidlə bilirlər. verəndə, müəllim, oksidlə verəndə nə zaman onu verirlər daha çox? Oksidlə əsasən, məsələn, kalsiyum OH2-nin karbon qazı ilə bu formada verilir. Çünki burada kalsiyum OH2-nin eyni məntiqlə də 2 OH-ı var. Əgər birin birə nisbətini götürsək, nə alınır burada? Kalsiyum karbonat alınır, normal buz alınır. Əgər biz burada nisbəti artırsaq, tamam etse artık hə, karbon qazını gəlməyə davam eləsə, hidrokarbonat alına bilər, bəli. Yani 2 mol CO2 2 götürsek mol kalsiyum götürürsək, hidrokarbonat yazacak bir Bəli. başa. Və ya natrium OH ilə CO2-nin reaksiyasını yazsaq və ya natrium OH plus CO2. Burada məsələn natrium hidrokarbonat və ya natrium 2CO3. Burada da yenə müəllimə baxın, yenə də natriumdan karbonun nisbəti işə yarayır, yenə bunu da. 1 natrium, 1 karbon, 1-in 1-ə, 2 natrium, 1 karbon, 2 natrium, 1 karbon, 2-nin 1-ə. Yenə də eyni qayda işə yarayır, yəni. ele Orada- onda yani dəqiq baxsaq Bəli, bəli. onu da dedim olacaq. Bəli, eyni şey. Əslində P2O5-də də orada reaksiya məhlulu getdiyi üçün P2O5-də də orada əslində Biz metalla mərkəzi atoma baxırıq da. hə, mərkəzi atom əslində burada Gültaz müəllim məhlulda getdiyi üçün reaksiya elə P2O5-ə artıq gəlsək, yenə də o su ilə girib tuş tuz yarada bilər əslində. Hə, yenə də tuş tuz yarada bilər əslində məntiqlə düşünsək. Yəni bu sualların hamısının tərzi belə demələr. Eyni tərzdə hamısı. Yani bir de o terazilər məsələsində ileride diskusiyonu. İnşallah TST deyil. TST sualdırsa 6 mol N2O4 götürülmüştür. Deməli, mesela sualda deyir ki, N2O4 və 2NO2
Deyir ki, bizə 2 litrlik qabda aparılmışdır və reaksiya üçün 6 mol eniçölə götürülmüşdür. Başlanğıc delta tarazlıq. 6 mol eniçölə götürülür. 6 molun başlanğıcı yoxdur. Tarazlıq halında qabda 8 mol qaz qarışığı olarsa, yəni bu x qədər sərf olunanda bu 2x qədər sərf olunur, alınır daha doğrusu. Bunun yerdə qalanı 6 çıx 2x, bunun anlamı 2x. Bunun harasında problem olur? Bunu niyə yazmamışsınız? Mənə açıqlayın görün. Benliğin yardım beraber edeceğim. Həməlim. Harada problem var? Bütün beraber aldım tekrar. 6 çıx x-dən 2 çıx x-in bunların cəmi deyir tarazlıqda 8 mol qaz qalır. Cəmi 8-ə bərabər. Orada. X bərabər qaydırdan 2 eləyir. Yukarıda yerine koysak alttan ikisini çıxanda 4. N2 10 tarafı Bunun olmadı. Bunun neyle verip müəllimə Bu molla. Bəli, bu mollandır. Bu da 4 eləyir. Tapdığınız bu molları da qabın həcmi 2 litrdir. Həcm 2-yə bölürsünüz. Burada 2-yə bölürsünüz. Qatılıqları tapıb sağa sola bölürsünüz müəllimə. 2. Ha, 2 alınır. 2 alır. 2-nin kvadratı 4 bölə 2. Eləyir 2. Bunu yazmaq olmaz mı? 2. Bunu yazmaq olmaz. Hepsi rahatlı müəllim. Çok sağ ol. Tamam, sadə. İnşallah hiçbir şey değil. Sağ olasın. Heç nə müəllimə. Gələn. Bax, diqqət isə belə düşsün.